Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə seleksiya bölməsi nizamına baxacağıq. Nədir seleksiya? Seleksiya seçmə haqqında elmdir. Sözünün mənası da belədir. Seleksiya latın sözü olub, mənası seçmə deməkdir. Bu seleksiyanın bünövrəsi nə vaxt qoyulub? Ta insanlar yabanı bitkiləri becərdiyi, heyvanları, vəhşi heyvanları əhliləşdiyi dövrdən bu seleksiyanın bünövrəsi qoyulub. Seleksiyanın müəyyən bir vəzifəsi var. Yeni sortlar almaq, yeni heyvan cinsi almaq, mikroorqanizm ştamı almaq vəzifəsi budur və bunları daha da yaxşılaşdırmaq. Dedik ki, cins və sort alınması, heyvan cinsi, bitki sortu. Bax, bu cins və sort növdən kiçik kateqoriyalardır. Yəni, cins və sort insan tərəfindən yaradılacaq seleksiyada süni şəkildə. Bunlar oxşar irsi xüsusiyyətlər daşıyırlar, özlərinin müəyyən bir irsi keyfiyyətləri var, mühit şəraitinə uyğunlaşa bilirlər. Bunlara deyirik cins və sort. Deməli, heyvan cinsi və bitki sortu. Ən əsas yadımızda saxlayırıq ki, növdən də kiçik kateqoriyadır bunlar və insan tərəfindən süni surətdə yaradılır. Seleksiya işi uğurlu olması üçün hansı şərtlər nəzərə alınmalıdır? Vavilov tərəfindən verilib bunlar. Baxın, mən əvvəlcə 3M-dən danışmaq istəyirəm burada. Baxın, müxtəliflik, mühit və mutasiya. Bu üçü yadda saxlaması üçün deyək əvvəlcə. Başlanğıc bitki sortu və heyvan cinsi müxtəlif olmalıdır. Yəni, bu zaman valideyn cütlər, başlanğıc götürülən cütlər nə qədər müxtəlif olarsa, seleksiya bir o qədər yaxşı uğurlu alınacaq. Öyrənilən əlamətlər üzrə əlamətlərin üzə çıxmasında mühitin rolu. Mütləq burada mühitin rolunu da nəzərə almaq lazımdır. Çünki mühit burada həmin bu əlamətə mütləq ki, təsir göstərəcək. Mutasiya nəzərə alınmalıdır, irsi dəyişkənliyin bir forması və möhkəmləndirmə. Arzu olunan əlamətlərin möhkəmləndirilməsində istifadə olunan süni seçmə formaları və təbii ki, hibridləşmənin qanuna uyğunluqları ki, bu zaman hibridləşmə zamanı irsən keçmə hansı qanuna uyğun olaraq aparılır. Gəlin, Vavilov haqqında danışaq. Biz seleksiyada daha çox adını çəkirik Vavilovun. Seleksiyanın elmi əsaslarını yaradan alim Vavilovdur. Həmçinin irsi dəyişkənlikdə homoloji sıralar qanununun müəllifidir. Birazdan bu qanun haqqında danışacağıq. Və mədəni bitkilərin müxtəliflik mərkəzlərini müəyyənləşdirib. Birazdan onun da haqqında danışacağıq. Hətta seleksiyanın ən çətin əzbərlənən hissəsi. Deməli, neyniyib bu alim? Dünyanın tam 40 ölkəsində ekspedisiya aparıb və belə deyək də, hər bir bitkinin ana vətənini tapıb və mədəni bitki sortlarının nümunələrini toplayıb. Belə, bu hətta 1600-ə qədər bitki toxumunun sortunu müəyyən edib ki, bunun sortu hansıdır? Deməli, seleksiyanın əsas metodları hansılardır? Seçmə və hibridləşmə. Seleksiyanın əsas metodları seçmə və hibridləşmədir. Seleksiyanın birinci mərhələsi insanlar tərəfindən aparılan bitkilərin mədəniləşdirməsi və heyvanların əhliləşdirilməsidir. Yəni, həm bitkilər, həm heyvanlar mədəni formalara çevriliblər. Vəhşi heyvan mədəniləşib, yabanı bitki mədəniləşib. Bu zaman stabilləşdirici seçmənin təsiri zəifləyib. Yəni, stabilləşdirici seçmədə biz nə deyirik? Orta göstəricidə olan fərdlərin qalması. Buna biz deyirik ki, artıq fərqli formalar yarandığı üçün bitkilərdə, heyvanlarda artıq ciddi dəyişkənliklər baş verdiyi üçün artıq stabilləşdirici seçmənin təsiri burada zəifləyib. Mədəni bitkilər və ev heyvanları necə alınır? Əhliləşdirmə, çarpazlaşma və süni yolla aparılan seçmə nəticəsində. Süni seçmə ilə, belə deyək də, insanlar özləri üçün faydalı olan əlamətləri seçirlər. Məsələn, istər bitkidən, istər heyvandan, istər mikroorqanizmlər özünə faydalı olanı seçir və nəticədə bitki sortu alır, heyvan cinsi alır, mikroorqanizm ştamı alır, belə.
Deməli, seleksiyada biz cins və sort almaq üçün çarpazlaşmadan da istifadə edirik. Məsələn, baxın bir heyvan cinsinin, at cinsinin alınmasından danışaq. Rusiya, Orlov, Löhrəm at cinsi. Bunun alınması üçün əvvəlcə ərəb minik atının ayğırı, yəni erkək fərdi çarpazlaşdırılır. Danimarka yük atının dişisi ilə, baxın erkək dişi işarələrində diqqət edək, yadımızda saxlayaq. Ərəb minik atı erkək fərd, Danimarka yük atı dişi fərd çarpazlaşdırılır. Baxın, çarpazlaşma. Bu, sort cins almaq üçün olan metodlardan biridir. Nəticədə alınan hibridi də erkək olur bu fərd. Bunun erkək fərdini çarpazlaşdırırlar Hollandiya, Löhrəm at cinsi ilə. Və nəticədə alınır Rusiya, Orlov, Löhrəm at cinsi. Belə bu çarpazlaşma haqqında danışdıq. Ərəb minik atının ayğırı, Danimarka yük atının dişisi ilə çarpazlaşdırmadan alınan hibridin erkəyini də Hollandiya, Löhrəm at cinsi ilə çarpazlaşdırılır. Süni seçmə haqqında danışaq. Süni seçmədə iki forma var. Metodiki və ya şüurlu forma, kör təbii və ya şüursuz forma. Gəlin bunu mənimsəyək, nə demək istəyir? Yəni süni seçmə biri var ki, müəyyən bir şüurlu şəkildə aparsın. İnsan tərəfindən aparılır da süni seçmə. Bunu dedik, baxın, insan tərəfindən. Metodiki və ya şüurlu deyirik. Kör təbii və ya şüursuz. Yəni biri var ki, bilə-bilə şüurlu şəkildə seçsin. Bir də var ki, kör təbii və ya şüursuz. Metodiki seçmənin özünün də fərdi və kütləvi forması var. Hər biri haqqında danışacağıq. Kör təbii seçmənin metodiki seçmədən fərqi odur ki, məqsədsiz olur. Kör təbii seçmə məqsədsiz olur və belə deyək, seleksiyaçı qarşısına yeni forma yaratmaq məqsədini qoymur. Sadəcə baxır canlıya ki, bu təsərrüfat baxımından bunun hansı daha faydalıdır, hansı daha yaxşıdır, onu seçir, saxlayır. Bu kör təbii seçmədir. Metodiki seçmənin isə müəyyən bir məqsədi, müəyyən bir hədəfi olur. Seleksiyaçı burada əvvəlcədən qarşısına bir məqsəd qoyur ki, mən hansı istiqamətdə seçmə aparacağam? Məsələn, ətlik qaramalmı, südlük qaramalmı və yaxud toyuğun ətliyi, yumurtalığı bu istiqamətdə seçmə apara bilirlər. Həmçinin bunu bitkiçilikdə də tətbiq edirlər. Bitkiçilikdə də bu yolla çoxlu sortlar alınır. Deməli, danışdıq hər biri haqqında. Kör təbii süni seçmə nədir? Metodiki süni seçmə nədir? Metodiki seçməni mən dedim ki, ayıracağıq iki yerə: fərdi və kütləvi seçmə. Fərdi seçmə tətbiq olunur həm bitkiçiliyə, həm də heyvandarlığa. Kütləvi isə yalnız bitkiçiliyə. Fərdi seçmə, baxın, həm bitkiçiliyə, yaşıl bitkiçilik hər ikisində var. Fərdi isə, heyvandarlığa isə yalnız fərdi tətbiq olunur, kütləvi yox. Deməli, bu fərdi seçmə öz-özünə tozlanan bitkilərə tətbiq edilir daha çox və bunlarda öz-özünə tozlanma baş verdiyi üçün homozigotluq artır. Heyvanlarda da misal üçün deyə bilərəm ki, valideyn cütləri müəyyən bir əlamətinə görə seçirlər. Məsələn, heyvanı xarici görünüşdə görə, təsərrüfat əlamətinə görə və yaxud bu xarici təsirlərə necə dözümlüdür, bu əlamətlərə görə seçirlər. Bitkilərdə də həmçinin dedim, öz-özünə tozlanan bitkilərə tətbiq olunur və bu zaman nə yaranacaq? Eynilik, özü ilə, eynilikdən söhbət gedir də burada. Bunun nəticəsində homo eyni deməkdir, homozigotluq artır və saf xəttlər yaranır. Bu sözü yadımızda saxlayırıq, birazdan saf xəttlərdən daha geniş danışacağıq. Fərdi seçmə öz-özünə olandır, valideynlər, öz-özünə tozlanan bitkilər, özü ilə də istər həm bitkiçilikdə, həm heyvandarlıqda və bunun nəticəsində homozigotluq artır və saf xəttlər yaranır. Kütləvi seçmə isə yalnız və yalnız bitkiçiliyə tətbiq olunur, çarpaz tozlanan bitkilərə aiddir və bu zaman heterozigotluq artır, yəni müxtəliflik artır. İndi danışaq hibridləşmə nəticəsində. Nədir hibridləşmə? Genotipcə fərqlənən, genotipinə görə bir-birindən fərqlənən fərdlər çarpazlaşır və yeni əlamətli, yeni kombinativ əlamətli
fərdlər yaranır. Biz hibridləşmənin iki formasından danışırıq: qohum olmayan və qohum çarpazlaşma. Yəni adi burada necə deyim, heyvanların misal üçün hibridləşməsindən söhbət eləsəm, genotipinə görə bir-birindən fərqlənən fərdləri çarpazlaşdırır. Bunun nəticəsində təbii ki, burada artıq fərqli-fərqli əlamətli fərdlər yaranacaq, kombinativ əlamətli. Dedik, qohum olmayan və qohum çarpazlaşma. Qohum çarpazlaşma adından göründüyü ki, məsələn deyək ki, bu qohumdur, özümüzünküdür. Bitkilərdə öz-özünə tozlanma aiddir bura. Heyvanlarda inbreeding əlamətləri möhkəmləndirilməsi üçün aparılır. In içəri, breeding becərmə deməkdir. Və bunun da nəticəsində baxın saf xətlər yaranır. Hardakı eynilik gördünüz, öz-özünə tozlanma gördünüz, qohum çarpazlaşma, yəni özü ilə belə deyək də qohumu ilə özününkü ilə belə deyək çarpazlaşması nəticəsində saf xətlər yaranacaq. Qohum olmayan çarpazlaşma isə müxtəlif növlər arasında olan deməli çarpazlaşmadır və bunun da nəticəsində yeni növlər yaranır. Amma mən deməli qohum olmayan çarpazlaşma növdaxili olur, növlər arası olur. Bir dəqiqə. Yaxın qohum çarpazlaşmadan danışaq. Məsələn, valideynlə balası və yaxud eyni valideynin balaları. Bunlar yaxın qohum sayılırlar, elə deyil. Və ya bitkilərdə öz-özünə tozlanma. Bunların hər birində saf xətlər yaranır. Saf xətlərdə depressiya əlamətləri yaranır. Nədir depressiya? Əlverişsiz, bax bu qohum çarpazlaşmanın əlverişsiz təsirindən nə ki neqativlik yaranır, biz bunu adlandırırıq depressiya, yəni mənfi bir şeydir. Bu saf xətləri də, saf xətlərin zərərli təsirini də aradan qaldırmaq üçün saf xətlər arası hibridləşmə aparılır və nəticədə məhsuldarlığı yüksək olan, mühit amillərinə dözümlü olan fərdlər alınır. Saf xətlər alınır, bəli, qohum çarpazlaşmada, öz-özünə tozlanmada alınır, pis bir şeydir. Depressiyadır, bu yaxşı bir şey deyil. Mən bunu aradan qaldırmaq üçün saf xətlər arası çarpazlaşma aparıram. Bunun da nəticəsində bayaqkının əksinə daha məhsuldar, mühit amillərinə dözümlü fərdlər alıram. Qohum olmayan çarpazlaşmanı isə deməli ayırıram iki yerə, növdaxili və növlər arası qohum olmayan çarpazlaşma. Buna bir misal göstərsək, məsələn, xaçmazın inəyi, bərdənin inəyi. Hər ikisi inəkdir də, eyni növdürlər. Amma biri xaçmazdır, biri bərdədir. Bunlar qohum deyillər də, fərqli-fərqlidirlər. Və öz-özünə eyni növdən olanlar arasında aparıldığı üçün burada artıq heterozis effekti meydana çıxır. Heterozisdə biz həm deyəcəyik bitkilərdə, həm də heyvanlarda. Amma ancaq birinci nəsildə olur heterozis. Baxın, yazmışam F1. Sonraki nəsillərdə bu belə deyək, aşağı düşür, məhsuldarlıq aşağı düşür. Növlərarası hibridləşmə isə başqa sözlə uzaq hibridləşmədir. Ayrı-ayrı növlər arasında aparılır və birinci nəsildə heterozis yaranır və dölsüzlük müşahidə olunur. Heterozis isə hər ikisinə dedim. Amma dölsüzlük növlər arası uzaq hibridləşmə zamanı baş verir. Gəlin niyəsindən danışaq. Bir dəqiqə bura baxaq. Niyə dölsüzlük yaranır? Çünki meyoz prosesi pozulur. Meyoz prosesi pozulması nəticəsində konjugasiya baş vermir və normal qametlər yaranmır. Bir dəqiqə. Növdaxiliyə gəlin biraz misallar göstərək. Məsələn, Kalmık Cersei, Qaramal, Berkshire Askania, donuz cinsi, Askania Ravuliyesi, Merinos, qoyun cinsi. Bunlar növdaxili çarpazlaşmaya, növdaxili qohum olmayan çarpazlaşmaya misaldır. Uzaq hibridləşməyə nümunələr gəlin göstərək. Məsələn, bitkilərdən buğdayla çovdarın hibridi, hansı ki adlanır tritikali, uzaq hibridləşmə nəticəsində alınıb. Məsələn, çox illik buğda,
buğdayla aeriqotunun çarpazlaşması nəticəsində alınıb. Buğdayla egilops, turpla kələm, yemişan quşarmıdı, moruq, böyürtkən, gavalı, göyəm. Bunlar uzaq hibridləşməyə aid olanlardır. Bunlarda bax bu uzaq hibridləşmə ilə ki hansı alınıb, bunların hamısı dölsüzdür. Gavalı, moruq, yemişan, turp, buğda, çoxillik buğda, tritikali, bunların hamısı uzaq hibridləşmə nəticəsində alınıb. Məsələn, şəkildə turpla kələmin hibridini görürsüz. Bu deməli çarpazlaşma nəticəsində, hibridləşmə nəticəsində alınıb. Heyvanlarda uzaq hibridləşməyə aiddir. Qatır, atla neçəyin çarpazlaşmasından yaranır. Bester, ağ balıqla cökə balıqlarının birləşməsindən yaranır. Arxar merinos, arxar merinos qoyun cinslərindən, qaytaq, yakla qaramalın hibrididir və bir hürgücü dəvə ilə iki hürgücü dəvənin çarpazlaşması buna misal ola bilər. Dölsüzlüyün səbəbini də dedim, amma mən bu dölsüzlüyü aradan qaldıra bilirəm. Hansı metodla? Poliploidik metodu ilə, hansı ki, Karpečenko tərəfindən ilk dəfə xaç çəklər fəsiləsindən turpla kələmə tətbiq olunmuşdur. Belə deyək də, poliploidliya xromosom yığımını bir neçə dəfə artırır. Artdığı üçün də bitki daha iri olur və çox nəsil verir. Bitki iri olur, çox məhsul verir. Üzr istəyirəm, nəsil deyirəm bu vaxtda. Baxaq görək proses necə olur. Əvvəlcə turp və kələmi baxırıq. Turpun xromosom yığımı da 2n18-ə bərabərdir. Kələmin də xromosom yığımı 2n18-ə bərabərdir. Hər birinin qametini yazıram. Turpda da qamet 9 olur, kələmdə də 9 olur. Bu 9 ilə 9-un birləşməsi normal halda 18, 2n 18 olur. Bu dölsüz hibriddir. Amma 2 dəfə artırılmış 4n-lik olan hibridi isə 36-ya bərabərdir və artıq dölsüz deyil. Baxın, normal qametlərdən 2n bərabərdir 18 dölsüzdür və deməli, xromosom yığımı 2 dəfə artırıldığı üçün artıq döllü olmuşdur. Yəni, xromosom yığımını artırmaqla poliploidlik əldə etmişdir. Sonra poliploidlik mən bitkilərdə deyirəm. Daha çox baş verir bitkilərdə, amma heyvanlarda yoxdurmu? Var. Astaurov tərəfindən tut ipək qurduna deməli tətbiq olunmuşdur. İndi isə danışacağıq dominantlığın idarə edilməsindən. Miçurin tərəfindən tətbiq olunub bu, hibridlərin tərbiyələndirilməsi, yəni mentor metodu adlanır. Sadə dillə izah eləsək, təsəvvür edin ki, bu sarı belfer, hansı ki, cənub sortuydu. Bu meyvəsi çox iri, şirin dadlı. Sadəcə bir qüsuru var ki, soyuğa davamlı deyildi. Yəni Sibirdə sərt iqlim var və bu burada yaşaya bilmirdi. Bunun üçün alim nə edir? Baxın, bu ana bitki kimi, bunu ana bitki kimi götürür. Kitayka isə ata bitkidir. Kitaykanın üstünlüyü odur ki, soyuğa davamlıdır. Həm də məhsuldardır. Amma mənfisi nədir? Göründüyü kimi meyvəsi balacadır, həm də turşdur. Deməli, alim bunları hibridləşdirir və aldığı hibridin meyvəsi turş olur. İndi bu turşluğu aradan qaldırmaq üçün də yenə bunun çətirinə sarı belferdən əlavə edir. Baxın bunu. Və meyvələr alınır, hansı ki, deməli, bunlar artıq dadına görə oxşadı sarı belferi, həm də soyuğa davamlı oldu. Burada genotip dəyişmədi ki, amma nəhayət sarı belferin əlamətləri üzə çıxdı, yəni fenotipcə üzə çıxdı. Baxın, bu adlandı mentor, dominantlığın idarə edilməsi düsturu. Burada sarı belfler ana bitkidir, kitayka isə ata. Sarı belflerin meyvələri iri, şirin, dadlı, amma kitaykada turş. Sarı belfler soyuğa davamlı deyil, kitayka soyuğa davamlıdır. Bunların hibridləşməsindən alınan meyvə turş oldu. Buna görə bax, buna sarı belflerdən əlavə elədilər və nəhayət istənilən deməli sortu aldılar. Bunu həmçinin fransız armuduna, bere royala tətbiq olunub. Hansı ki,
Deməli, bu ata bitki idi. Bu isə, baxın bu, yabani ussurya, bu cır armuduydu. Dişidir. Bunun üstünlüyü nədir? Soyuğa davamlıdır. Bu isə dadlıdır. Bunun nəticəsində alınan hibrid belə arzu olunan əlamətlərə malik oldu. Həm soyuğa davamlı, həm də şirin dadlı və s. Bu qış beresi armud sortu adlanır. Fransız armudu Bere Royal'dan, yabani Ussurya armudunun çarpazlaşmasından alınan sort adlanır qış beresi. Sonra bitki seleksiyasından olan nailiyyətlərdən danışsaq, bunlar əzbərdir. Baxın, xaç çiçəklilərə aid olan tut və kələmin hibridini dedik, poliploidlikdə tətbiq edib Karpichenko. Həmçinin bunu da burada vurğulayım ki, Karpichenko ilə tək dölsüzlük aradan qaldırılmır, həm də poliploid bitki daha belə deyək, məhsuldar olur. Bu da onun üstünlüyündən biridir ki, deməli, həm məhsuldar olur, daha iri olur, yəni daha çox məhsul verir də, həm də iri olur. Sonra meyvə bitkilərinə tətbiq edib Miçurin, baxın Miçurində də bayaqdan danışdığımız bunlar meyvə bitkiləridir. Meyvə bitkiləri haradır? Gül çiçəklilərə. Sonra Pustavoid günəbaxan sortu alıb bu mürəkkəb çiçəklərə aiddir. Remeslo payızlı buğda, Şexoida Mamondova yadlı buğda, Sitsin buğdayla ayrı qotunun hibridini alıb, Lukyanenko həmçinin buğda sortlarına tətbiq edib və Xaçinov tərəfindən də qarğıdalı sortları alınmışdır. Bu isə heyvan seleksiyasında əldə olunan nailiyyətlərdir. Hamısı da düşür. Lusis və Butarindən Arxan Merinos, Kirpiçnikov, Ropşa kart balıq cinsi, Astaurov tərəfindən tut ipək qurdunun poliploid formaları, İvanov tərəfindən Ukrayna ağ səhra donuzu və zərif yunlu Askania rambullesi qoyun cinsləri. İndi isə danışacağıq mədəni bitkilərin müxtəliflik və mənşə mərkəzlərindən. Mövzunun əvvəlində dediyim kimi, Vavilov çox bitki növü tapıb, belə deyək. Bir dənə Avstraliya qitəsində olmayıb, başqa qalan bütün qitələrdə olub və 1600-ə yaxın bitki növü tədqiq edib. İndi bu axtarıb, misal üçün ki, hər hansısa bir bitkinin yabanı növü görüm harada bitir. Həmin o yabanı növün bitdiyi, belə deyək, ərazini həmin o bitkinin mənşə mərkəzi hesab edib, yəni yarandığı yer, mənşəyi nəzərdə tutub və ümumilikdə təyin edib 7 mənşə mərkəzi. İndi hər biri haqqında gəlin danışaq. Baxın, Mərkəzi Amerika, Şərqi Asiya, Cənubi Amerika, Aralıq dənizi, Cənub-Qərbi Asiya, Cənubi Asiya və Həbəşistan və hər birinə aid olan bitkilərin adlarına diqqət yetirin. Məsələn, Mərkəzi Amerika qarğıdalı kakao, tütün və balqabağın vətəni hesab olunur. Bu da testlərdə düşür ki, məsələn, qarğıdalının vətəni hansıdır və yaxud aşağıdakılardan hansı Mərkəzi Amerikaya aid deyil şəklində bitkiləri əzbərləməlisinizmi? Bəli. Faizlərini əzbərləməlisinizmi? Yenə bəli. Baxın, ən çox üstünlük təşkil edən Cənubi Asiya, baxın budur. Sonra gəlir Şərqi Asiya, məsələn deyir ki, 5də birini təşkil edir, 20%, 5də 1 olduğu üçün bunu götürürük. Sonra gəlir Cənub-Qərbi Asiya. Diqqət yetirin, Cənub-Qərbi Asiyanı da aid edir bura. Sonra bir dəqiqə, 14%-dən sonra gəlir Aralıq dənizi mərkəzi, sonra Mərkəzi Amerika mərkəzi və nəhayət sonda Həbəşistan mərkəzi çoxdan aza doğru ardıcıllıq bu cür olur. Biz deyirik ki, Azərbaycan aiddir Cənub-Qərbi Asiyaya. Cənub-Qərbi Asiyada hansılardır? Buğday, yemiş, yerkökü, üzüm. Baxın, burada olanlar da, baxın bu. Cənub-Qərbi Asiya, Azərbaycan da Cənub-Qərbi Asiyaya aid olduğu üçün testlərdə verilsə ki, aşağıdakılardan hansının vətəni ola bilər? Biz bunları götürəcəyik. Azərbaycanla bağlı soruşsa, bu 4 bitkidən birini götürəcəyik. Və hansı qitədə yerləşməsinə görə suallar düşür. Mərkəzi Amerika və and mərkəzi Cənubi Amerika yerləşir Amerikada, adından göründüyü kimi. Həbəşistan yerləşir Afrikada, Asiyada. Baxın, bu iki qitədə yerləşir. Afrika, Asiya, Həbəşistan mərkəzi. Asiyada yerləşir Cənubi Asiya, Şərqi Asiya, Cənub-Qərbi Asiya, Asiyalar. Aralıq dənizi isə yerləşir üçündə. Avropada, Asiyada və Afrikada.
Sonra danışaq irsi dəyişkənlikdə homoloji sıralar qanunundan bu verilir Vavilov tərəfindən. Nə deməkdir irsi dəyişkənlikdə homoloji sıralar qanunu? Genetik cəhətdən yaxın olan növ və cinslər oxşar irsi dəyişkənlik sırası ilə səciyyələnir. Bu qanuna uyğunluqlara Vavilov baxıb taxılı bitkilərində baxıb ki, buğdada hər hansısa bir irsi dəyişkənlik baş verəndə bu arpada da olur, çovdarda da olur, darıda da olur. Yəni taxı həmin fəsilənin digər növlərində, digər nümayəndələrində də baş verir. Buna deyir ki, irsi dəyişkənlikdə homoloji sıralar qanunu. Genetik cəhətdən yaxın olan növ və cinslər oxşar irsi dəyişkənlik sırası ilə xarakterizə olunur. Məsələn, taxıl bitkisində testdə soruşsa ki, hər hansısa bir irsi dəyişkənlik baş verib, bu arpada müşahidə olunacaqmı? Bəli, çünki onlar genetik cəhətdən yaxındırlar. Çünki onlar eyni fəsiləyə aiddirlər. İndi isə danışacağıq biotexnologiya haqqında. Nədir biotexnologiya? Canlı orqanizmlərin köməyi ilə sənaye üsulu vasitəsilə insan üçün lazımlı maddələrin alınması. Budur biotexnologiya. Biologiya ilə texnologiyanın sanki vəhdətidir. Burada təkrar edirəm, canlı orqanizmlərdən istifadə edirlər və insana lazım olan maddələri alırlar və bu proseslər həyata keçirilir bioreaktorlarda, nəhəng qurğularda. Dediyim kimi, bioreaktorlarda həyata keçirilir və məqsəd nədir? Genlərin köçürülməsi. Bunun metodlarından danışaq. Mühəndislik metodundan istifadə olunur biotexnologiyada, hansı ki, hüceyrə mühəndisliyi, xromosom mühəndisliyi və gen mühəndisliyə aiddir bura. Hüceyrə, xromosom və gen. Məsələn, hüceyrə mühəndisliyi ilə alınıb kartof, pomidor, alma, albalı, xərçəng kişi hüceyrəsi ilə limfosit. Bunu nəyə tətbiq edirlər əsasən? Hansılar ki, cinsi yolla çarpazlaşdırıla bilinmir, onları hüceyrə mühəndisliyi yolu ilə belə deyək də yaradırlar. Məsələn, bitkinin, heyvanın toxumasından hüceyrə götürürlər, yerləşdirirlər bunu qidalı mühitə, hansı ki, onların yaşaya bilməsi üçün hormondur, aminturşudur, nə lazımdırsa yerləşdirirlər ora ki, onlar inkişaf edib çoxala bilsinlər. Burada da həmin bu hüceyrələr, bitki hüceyrələri regenerasiya edib yeni bir orqanizmi əmələ gətirir. Bu hüceyrə mühəndisliyidir. Hansı hibridlər alınıb ona da baxırıq. Xromosom mühəndisliyi isə xromosomların dəyişdirilməsidir və yaxud xromosom cütünün əlavə edilməsi və xromosom mühəndisliyi ilə daha çox bitkinin xəstəliyə dözümlülüyünü, məhsuldarlığını artırmaq üçün istifadə edirlər. Deməli, sonra gəlir gen mühəndisliyi. Gen mühəndisliyindən biraz geniş danışacağıq. Burada plazmidlərdən istifadə olunur. Plazmid nədir? Kiçik, halqa şəkilli DNT, özü-özünə bölünə bilən DNT. Gen mühəndisliyi bir orqanizmdə olan genin digər orqanizmə köçürülməsi. Transgenez deyirik buna. Və burada məsələn, hər hansısa bir geni orqanizmdən çıxarırlar, onu xüsusi bir sahəyə yerləşdirirlər. Sonra o həmin geni birinci hüceyrəyə daxil edirlər, sonra da genomunu. Bunun da nəticəsində yeni bir orqanizm yetişdirilir. Deyirlər, məsələn, hə, filan şeyin genini dəyişdiriblər və s. Baxın, o məsələdir. Bu üsulla bir çox canlının genləri dəyişdirilir. Məsələn, bağırsaq çöpü bakteriyasından belə deyək, necə izah edeyim? Baxın, bu bağırsaq çöpünə insulin sintez edən, sonra interferon sintez edən, böyümə hormonu sintez edən gen daxil edirlər və artıq bu həmin funksiyanı yerinə yetirir. Yəni, bağırsaq çöpü vasitəsilə bağırsaq çöpü bakteriyalarından alıblar interferon, alıblar somatotropin. Somatotropin böyümə hormonudur, interferon da zülaldır. Hansı ki, belə deyək də, virusların çoxalmasının qarşısını alır. Müdafiə rolu olan zülaldır. Həmçinin insulin sintez edirlər bunlar. Necə baş verir bu? Bağırsaq çöpü bakteriyasında təkrar eləyirəm. Həmin o gen
geni daxil edirlər. Böyümə hormonunu tətbiq edən geni, interferonun genini, insulin zilanının genini daxil edirlər və o artıq müəyyən funksiyanı yerinə yetirir. Məsələn, hansı geni dəyişdirilmiş orqanizm? Deməli, geni dəyişdirilmiş orqanizmlərdən biri də qarğıdalıdır. Qarğıdalı Amerika alimi Barbara McClintock tərəfindən alınıb. Qarğıdalı bitkisi geni dəyişdirilmiş olması, yəni bura nə üçün yaradıblar ümumiyyətlə? Bunu böcəklərə qarşı müqavimətini artırmaq üçün də, yəni zərərli böcəklərə qarşı və başqa orqanizmlərdən genlər daxil olunub buna və salam geni dəyişdirilib. Əvvəl, yəni daha çox bundan istifadə edirlər. Məsələn, heyvan yemi kimi, sonra spirt alınmasında istifadə olunurlar, amma hal-hazırda bununla insanlar da qidalanır. Sonra Ingo Botrykus tərəfindən də qızıl düyü alınıb. Bunun üçün düyü bitkisinə həm nərgiz bitkisindən, həm də bir bakteriyadan alınan genlər yerləşdirilib. Və bunun da nəticəsində düyü başlayıb beta-karotin adlanan maddə sintez etməyə. Həm rəngi dəyişib, həm qidalılıq keyfiyyəti dəyişib və bu düyü adlanıb qızıl düyü. Bir də danışaq canlılarda klonlaşdırmadan. Klonlaşdırma nədir? Yumurta hüceyrənin haploid nüvəsinin başqa bir orqanizmi, belə deyək də, bu yumurta hüceyrənin haploid nüvəsi çıxarılır. Bunun yerinə başqa bir orqanizmin diploid nüvəsi yerləşdirilir bu yumurta hüceyrəyə, hansının ki, haploid nüvəsini çıxartmışdılar. Və bu da yerləşdirilir həmən bu yumurta hüceyrədə başqa bir daşıyıcı, yəni surroqat ananın bədəninə. Bu ilk dəfə deməli Dolly qoyun cinsinin alınması ilə nəticələnib. Belə deyək, bir də təkrar eləyək. Baxın, birindən yumurta hüceyrənin nüvəsi çıxarılıb. Baxın, bura nüvə çıxarılıb. Bunun yerinə 2N, yəni diploid nüvə yerləşdirilib. Alınan bu deməli hüceyrədə yerləşdirilib surroqat daşıyıcı qoyuna. Bundan da Dolly qoyun cinsi alınıb. Belə deyək də, Dolly çarpazlaşma verib, yəni başqa fərdlə çarpazlaşa bilib, dölsüz olmayıb, nəsli davam eləyib, yəni bala dünyaya gətirib. Amma gözləyirdilər ki, uzun illər yaşayacaq, yəni 10-11 il yaşayacağı düşünür, amma az yaşayır. Nəyə görə? Ömrü hansı qoyundan ki, somatik hüceyrə almışdılar, somatik, həmin qoyunun elə bir ki, davamı kimi olur da. Ona görə az bir müddət 6 il yaşayır. Bu isə adlanır canlılarda klonlaşdırma. Kök hüceyrələr nədir? Kök hüceyrə fərqli hüceyrə növünə çevrilə bilmək və özünü törədə bilmək qabiliyyəti olan hüceyrələrdir. Məsələn, dəri hüceyrəsi bölünür, əmələ gətirir dəri hüceyrəsi və yaxud qaraciyər hüceyrəsi bölünür, əmələ gətirir qaraciyər hüceyrəsi. Nə vaxt kök hüceyrəsi çox olur? Embrional dövrdə. Sonra danışaq bionika haqqında. Bionika biologiya ilə texnologiyanın sintezi deməkdir. Bunun şüarı nədir? Bionikanın şüarı budur ki, deyirlər ki, canlı orqanizmlər yeni texnologiyaların açarıdır. Sadə dildə desək, baxırlar təbiətdəki hər hansısa bir canlıya, ona uyğun olaraq bir texnologiya yaradırlar. Məsələn, bionikaya əsasən deyilir ki, təyyarə quşa oxşar yaradılıb, kompüter insanın baş beyninə, raketlər reaktiv hərəkəti, biz deyirik ya, reaktiv hərəkət edən canlılar, meduzadır, sonra başayaqlı mollyusklardır bunlar. Sonra pinset oxşadılıb cüllütün dimdiyinə, kondisioner termitə, ekskavatorun novçası quşun caynaqları, sonra paraşüt zəncirotu bitkisinin uçağanlarına oxşadılıb, radar yarasıya və s. Biz buna deyirik bionika. Yəni, canlı orqanizmlər yeni texnologiyaların açarıdır. Bu qədər seleksiya mövzusunun izahını tamamladıq. Məndən istədiyiniz başqa bir bölmə varsa, izah varsa, şərh bölməsində qeyd edə bilərsiniz. Aşağı hissədə əlaqə nömrəsi və Instagram adresimi də qeyd etmişəm. Sağ olun, salamat.